Lerik rayonunun Sors kəndində bir ailənin yaşadığı evi ilan basmışdır. Gördüyünüz kimi ilanlar artıq yaşayış evinə dolmuş, ailə, uşaq təhlükə altındadır. Vətəndaş İbadov Qədir'in göndərdiyi videolarda görünür ki, ilanlar zəhərli ilanlardır və o hər an ailə üçün, uşaq üçün təhlükə yarada bilər. Vətəndaş Lerik rayon icra başçısına və aidiyyəti qurumlara müraciət olduğunu deyir və bildirir. Biz də vətəndaş olaraq, ictimai fəal olaraq, bloger olaraq Lerik rayon icra başçısından və aidiyyəti qurumlardan bu ailəyə dəstək olmağı gözləyirik. İnanırıq ki, Lerikin icra başçısı və aidiyyəti qurumları hərəkətə keçəcək və bir ailədə faciənin qarşısı alınacaq. Bu ailə, bu ev diqqətimizdə olacaq. O qədər ki, bu ailəyə dövlətin lazımi qurumlarından dəstək gələnə qədər.